Salam olsun hidayətə tabi olanlara. Qurban olmalılar. Quranda çox gözəl dualar var. Peyğəmbərlərin etdiyi, siddiqlərin etdiyi dualar. Yəni, indi onları təkrarlayar inşallah. O biri kanalda var. Hansını Nəsrova Sevinç adlı kanalında 191 abunə yazılanda, o bir digərində yox. Eyni şəkildə ikisində də. Aha, deyir. Qurandan dualar. Fatihə surəsi 5-ci, 6-cı, 7-ci ayələrdir. Deyir. Ey Rəbbimiz, mənə dalbadal deyim də ayələr deməyim. Aha. Ey Rəbbimiz, yalnız sənə qul olur və yalnız səndən yardım diləyirik. Bizi doğru yola yönəl. Bəxtəvərlik verdiklərinin yoluna, qəzəbə uğramışların və azğınların yoluna deyil. Amin. Rəbbimiz, bizə dünyada da gözəllik ver, axirətdə də gözəlliklər bəxş et. Bizi cəhənnəm əzabından qoru. Rəbbimiz, üzərimizə səbir yağdır, ayaqlarımızı sabit qədəm et. Kafir qövmə, kafirlər topluluğuna qarşı bizə yardım et. Amin. Rəbbimiz, sənin tapşırdıqlarını unutduqda və ya yanıldıqda bizi cəzalandırma. Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə də ağır, yəni nədir, öz yükü deyil o, nədir, bilməm o, Allah heç kəs çəkə biləcəyinin artıq yükləmir, amma o öz yükü Mehmet Oxuyanın kitabındaydı, nədirsə başqa şey. Sonra Rəbbimiz, biz kimlərə sahibdir, Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə də ağır yük yükləmə. Rəbbimiz, bizə gücümüzün çatmadığı şeyləri yükləmə. Bizi bağışla, bizə acı, bizə mərhəmət etsən, bizim Mövlamızsan. Kafirlərə qarşı bizə yardım et. Amin. Rəbbimiz, günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla. Ayaqlarımızı sabit tut. Kafirlərə qarşı bizə yardım et. Amin. Ey Rəbbimiz, bizə öz dərgahından mərhəmət bəxş et. İşlərimizə fərəz ver və doğruluğa çatmağı asanlaşdır bizə. Rəbbimiz, bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. Rəbbim, Rəbbim, istəsəydin, bu deyil, dua deyil, sonra bizi bağışla, ya Rəbbim, bizə mərhəmət et. Sən bağışlayanların ən yaxşısısan, ya Rəhmən. Yalnızca Allaha inandıq, güvəndik. Rəbbimiz bizi zalimlər üçün, bu indi axırda deyərsin, sonra, yəni bu duanı axırda deyərsin, sonra. Bizi mərhəmətinlə o kafir topluluğundan qurtar. Mən də indi demək üçün daha önədir. Məsəl üçün, dua necədir? Ya Rəbbim, bizi zalimlərin fitnəsinə uğratma. Əslində, Allah heç kəsi zalimlərin fitnəsinə uğratmır. Amma fitnəyə, bu duanı belə demək olar da, Allahım, bizi zalim tayfanın fitnəsinə uğramamamıza yardım et. Zülm edən tayfanın əlində sınağı çəkmə. Əslində, Allah sivir bir üzünə sınağı çəkir sonra və bizi mərhəmətin və zalim tayfanın zülmündən qurtar. Sonra Amin. Rəbbim, səndən bilmədiyimi istəməkdən sənə sığınıram. Mənə bu dua ilə xoşuma gəlir. Bir də Rəbbim, bizi zalim tayfanın fitnəsinə uğramamamıza yardım et. Zalim tayfanın əlində sınağı çəkmə və deyərlər və bizi mərhəmətinlə zalim tayfanın zülmündən qurtar. Amin. Sonra Rəbbim, səndən bilmədiyimi istəməkdən sənə sığınıram. Məni bağışlamazsan və mərhəmət etməzsən, ziyana uğrayanlardan olaram. Rəbbimiz, sən bizim gizləməkdə olduğumuzu da, açıqladığımızı da bilirsən. Yerdə də, göydə də heç bir şey Allaha gizli qalmaz. Rəbbimiz, məni və nəslindən gələnləri namaz qılanlardan eylə.
Rəbbimiz duamı qəbul et. Rəbbimiz hesab günü gəldiyi gün məni, ata-anamı və möminləri bağışla. Bunu necədir? Əvvəldə nə yazdı? İnsan 40 yaşına çatanda nə deyir? Mən Allahın məni və ata-anamı cəhənnəm əzabından qoru. 40 yaşına çatanda deyir. Sən deyirsən? Mən demirəm. Niyə? Anamı demirəm. Niyə? Ona görə ki, Allah deyir, pis adamlara dua eləməyin. Qoymur. Ya. Mən insan 40 yaşına çatanda deyir, mən o insanlardan olmaq istəmirəm. Onda Rəbbimiz məni və nəslimdən gələnləri namaz qılanlardan elə. Rəbbimiz duamı qəbul et. Amin. Və möminləri bağışla. Rəbbimiz, ata-anamı demədim də, yox demirəm. Rəbbimiz, məni daxil edəcəyin yerə xoşluqla daxil et. Məni çıxaracağın yerdən də xoşluqla çıxır. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver. Rəbbim, mənim köksümü açıb genişləndir. İşimi yüngülləşdir. Dilimdəki duanı aç ki, sözümü anlasınlar. Bana nəslimdən yardımcı gül özləndir. Məsələn, sən kimi deyərdin? Lalənin, Saranın. Arxamızı möminlərlə möhkəmləndir. Bu Musa Peyğəmbər deyib. Arxamızı möminlərlə möhkəmləndir ki, səni birlikdə gözəl-gözəl çox seçirik və səni xatırlayaq. Şübhəsiz ki, sən bizi görürsən. Rəbbim, məni yalnız buraxma. Hələ birlikdə gözəl-gözəl çox seçirik. İnsan, qızın nə demişdi onu deyir. Lalə deyir ki, axı, tək Allahdır da. Niyə demişdi? Ona görə mən deyil, necə tək olum? O boyda qolumuz, şəzərə, sülaləz, nəysə, dəhşətli qolumlarız, yaxşıları zorlanmır. Tək qalmışdıq. Biz sonra, Rəbbim, məni yalnız buraxma. Sən varislərin ən yaxşısın. Əgər bilirsinizsə, hər şeyin hükmü əlində olan, istədiyinə himayə edən, diləyəni. Amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Allahdır, deyəcəklər. De ki, elə isə şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə də inanmaqdan və yalnız ona ibadət etməkdən nə cür döndərilirsiniz? Rəbbimiz iman etdik və İsa Peyğəmbəri nədir? Yalnız ona ibadət etməkdən, yəni Allaha ibadət etməkdən nə cür döndərilirsiniz? Rəbbimiz iman etdi, bizi bağışla. Ələmələk deyim, məsələn, bir ayə var, düzdür, ayələrin hamısı düzdür, Allahın sözünü şəhk eləmə və şəhk eləmirəm. Elə bir ayə necədir? Ayədə buyurulur ki, məsəl üçün, bir insan mənasını deyirsən, bizə ruzu verən, ruzunu yetirən, sonra bizi yaradan, yəni başqa bir, məsələn, bir ayədə yadımız, başqa bir kimsə eləyə bilərmi onu? Digər ayədə nə idi? Allaha şərik qoşduqları, ilahlaşdırdıqları, hətta Allah yerinə qoyurlar, Allahın oğlu deyirlər, haşa, əslə qətiyyən elə şeylər yoxdur. Yəni bunlar hətta əşya da ola bilər, düzdür, talisman da deyilir. Onlar deyir, hamısı bir yerə yığılsa belə, bir milçək belə yarada bilməzdir, Allah Teala buyurur. Rəbbimiz iman etdik, bizi bağışla, bizə mərhəmət et. Sən mərhəmət edənlərin ən yaxşısısan. Rəbbimiz cəhənnəm əzabını bizdən uzaq tut, soğuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir. Doğrudan da o nə pis məskən, nə yerdir, nə pis yerdir, yəni tələsmə. Rəbbimiz bizə yoldaşlarımızdan və övladlarımızdan sənə itaat etməklə bizi sevindirib, gözümüzün nuru olacaq, nəsil ehsan buyur və bizi müstəqlərə imam et. Rəbbim, mənə hikmət bəxş et və məni salihlərə, sənin rızanı qazananlara qovuşdur. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə. Məni mənim cənnətlərinin varislərindən et. Qiyamət günü məni rüsvay etmə. O gün ki,
nə mal dövlət, nə də övlad bir fayda verir. Ancaq sağlam, təmiz, yəni daxilində şək şübhəyə, küfrə, şirkə, nifaqa yer olmayan, yalnız sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa nə o günkü nə mal dövlət, nə də övlad bir fayda verir. Nədir? Qiyamət günü məni rüsva etmə. Oxu, o günkü nə mal dövlət, nə də övlad bir fayda verir. Ancaq sağlam bir qəlblə Allahın huzuruna gələn kimsədən başqa. Rəbbim, doğrusu mənə verəcəyin xeyrə elə möhtacam ki, Rəbbim, sənin mənə nazir edəcəyin xeyrə möhtacam. Ey Rəbbim, fitnə fəsad törədən qövmə qarşı bizə yardım et, mənə yardım et. Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş din qardaşlarımız bağışla, bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, sən həqiqətən şəfqətlisən, mərhəmətlisən. Ey Rəbbimiz, biz ancaq sənə təvəkkül etdik, tövbə et, sakin. Nə yazır? İsa Peyğəmbəri Allah yerinə qoyur, Allahın oğlu gəlir. Sonra Allah üçüncüsüz ilə, üçüncüsüz ilə özü nəysə dəhşət şeylər dünyada cərəyan edirlər. Şeytan İblisin ordusu fəaliyyətdədir, sən də fəal ol. Ey Rəbbimiz, biz ancaq sənə təvəkkül etdik. Tövbə edib ancaq sənə tərəf qayıtdıq. Axır dönüşdə ancaq sənin huzurunadır. Ey Rəbbimiz, bizi kafirlər üçün fitnə necədir? Fitnə səbəbi qılma. Əslində belə olmalı. Oxu bir də. Ey Rəbbimiz, bizi kafirlər üçün fitnə səbəbi qılma. Necədir burada? Sınaq vasitəsi etmə. Sonra, ey Rəbbimiz, bizi bağışla. Həqiqətən sən yenilməz qüvvət sahibi, hikmət sahibisən. Ey Rəbbimiz, Allah buyurur ki, sizi sınayacam. Kafirlər üçün sınaq vasitəsi etmə deyə burada fitnə səbəbi qılma. Fitnə səbəbi qılma olmalıdır əslində tərcümə. Sınaq vasitəsi etmə, o elə səhv tərcümə. Kafirlər necədir? Üçün sınaq vasitəsi etmə səhvdir. Yəni, bilmirəm, başım o qədər bizə işləmir. Nəysə, o sonra qarşı. Ey Rəbbimiz, bizim nurumuzu tamam kamal eyle və bizi bağışla. Həqiqətən sən hər şeyə qadirsən. Ey Rəbbim, mənim elmimi artır. Ey Rəbbim, mənim özümə və ata-anama ehsan buyurduğun nemətlərə şükür etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver və məni öz mərhəmətinlə salih bəndələrinin zümrəsinə daxil et. Ey Rəbbim, nə oldu? Gedim hamamın qapısını açın. Niyə? Çünki mamam bir dəfə mama deyir ki, nə edirdi? Bax, hamamın qapısını bax belə açırdı. Çıktı elədi, burası da xarab oldu. Nəysə, deyir ki, qapını açıq qoy, nə? İnsan niyə gəldin açdın? Mən mamamın dediyini eləmək istəmirəm, bax, niyə? Çünki mən istəyirəm, hamamın qapısı açıq qalmanı istəmirdim. Belə biraz неприятно orada, biraz aralı qalmanı istəyirdim. Göstər, bu açıqdır. Mən belə xoşum gəlir, yəni. Tam açmaq yox. İndi niyə açsın? Dedim, hamamın qapısını açsın. Ona görə ki, mən istəyirəm ki, mən dua olaraq anamın uzun ömür sürməsini istəyəndə onun dediyini eləmək istəyirəm. Niyə ki, hamamın qapısını açıram, elə bir dua kimi ürəyindən keçir ki, anamı yəni uzun ömür sürür. İstəyirsən uzun ömür sürsün. Niyə? Çünki tövbə eləmək istəyirəm. Yəni, uzun ölüb keçsə, Allah hamı üçün tövbə eləmək üçün imkan yaradı. Nə vaxt öləcək, ölür. Allah bilir. Sən narahat olma, duanı da elədin, qarşı oxu. Ey Rəbbim, mənim elmimi artır. Ey Rəbbim, mənim həm özümə dedim bunu.
bir də demək istəyirəm. Ey Rəbbim, mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver. Şükürlər olsun sənə Allahım. Sonsuz təşəkkürlər edirəm. Sonsuz minnətdaram Allahım. Minnətdarım, mənə ilham ver. Yaxşı iş görmək üçün ilham verir. Məni öz mərhəmətinlə salih bəndələrinin zümrəsinə daxil et. Amin. Ey Rəbbim, mənə həm təkrardır, sonra mən sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. Şübhəsiz ki, mən müsəlmanlardanam. Nədir müsəlman? Özünü can dildən Allaha təslim edənlərdən. Allaha təslim olunur. Can dildən. Sonra bu böyüklərə aid. Amma doğulan da hər kəs uşaqlar müsəlman olaraq doğulur. Sonra ey Rəbbimiz, indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızla yaxşı əməl sahibləri ilə bir yerdə al. Ey Rəbbimiz, öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə. Əlbəttə, sən öz vədini xilaf çıxmazsan. Ey Rəbbimiz, bizə bolluca səbir əta et və bizi müsəlman olaraq öldür. Amin. Ey Rəbbimiz, amin. Mənə hikmət bəxş et, məni salihlərə qovuşdur, sonra gələnlər arasında mənə yaxşı ad qismət eylə, mənim nəyim cənnətlərinin varislərindən et. Amin. Ey Rəbbim, məni şeytanların vəsvəsələrindən ey Rəbbim, sənə sığınırım, onların yanında olmalarından, işlərinə xələl batmalarından sənə pənah gətirir. Ey Rəbbimiz, mənim üçün öz dərgahında cənnətdə bir ev Fironun xanımı deyil bunu. Ey Rəbbim, mənim üçün öz dərgahında cənnətdə bir evdir. Məni Firon və onun əməlindən qurtar. Firondan və onun əməlindən qurtar. Məni zalım qövmündən xilas et. Ey Rəbbim, sonra onun Firon öldürürlər. Öldürəndə əzab verir, axırda neyir, başına elə deyirlər, də o ölümü haqqında aradan eşitirlər, amma Quranda var, yəni öldürür onu bilirik. Fironla qarşıydı o. Sonra baxı, ey Rəbbim, ata-anam məni körpəliyimdən necə tərbiyə edib, mənə necə nəvaziş göstərmişlərsə, sən də onlara adlı elə mərhəmət et. Ey Rəbbim, valideynlərim, o dedim onu sonra, ey Rəbbimiz, nazil etdiyinə iman gətirdi və peyğəmbərlərinə tabi oldu. Artıq bizləri haqqa şahid olanlarla bir yerdə yaz. Amin. Ey Rəbbimiz, bizi doğru yola yönətdikdən sonra ürəklərimizin sapmağına izin vermə. Elşad Mirin tərcümə eləmişdir onu, sürüşməyini, sapmaq olmalıdır. Sonra bizə öz mərhəmətindən bilmək. Mən sapmağını bilmirdim. İndi ağzına gəldi. Çünki elə olmalıdır. Bu Allah istər dedim. Sonra bizə öz ey Rəbbimiz, bizə öz tərəfindən mərhəmət bəxş et. Çünki sən həqiqətən bəxş edənsən. Ey Rəbbimiz, sənin tapşırdıqlarını unutduqda və ya yanıldıqda bizi cəzalandırma. Ey Rəbbim, məni xeyir bərəkətli bir yerə çatdır. Sən sığınacaq verənlərin ən yaxşısın. Sonra başqa nə cavab var? Yazmışsan oxu. Ey Rəbbim, mal verdiyində səadət də ver. Qüvvət verdiyində ağıl da ver. Təvazö verdiyində izzət də ver. İqtidar verdiyində bəsirət də ver. Bəla verdiyində iman da ver. Nemət verdiyində şükür də ver. Gözəllik verdiyində iffət də ver. Cəsarət verdiyində insaf da ver. Çətinlik verdiyində səbir də ver. Bunu bir dəfə demişdir. Allahım, səndən dində sabit durmağı diləyirəm. Səndən doğruluqda qərarlı olmağı diləyirəm. Bir də onu demək istəyən şeytan idi.
Səndən doğruluqda qərarlı olmağı diləyirəm, Allahım qurban olum. Səndən dində sabit durmağı diləyirəm. Səndən doğruluqda qərarlı olmağı diləyirəm. Səndən nemətlərə görə şükr etmək və ibadətlərimizi gözəl şəkildə etməyi diləyirəm. Səndən doğru söyləyən bizi, sağlıqlı və sənə təslim olan bir qəlb istəyirəm. Bildiyim hər zərərli şeyin şərrindən sənə sığınıram. Bildiyim hər xeyirli şeyi səndən istəyirəm. Bildiyim və bilmədiyim hər günah üçün bağışlanmağınızı diləyirəm. Nə demək istəyirəm bu? Məsəl üçün, bu səhvdir. Mən səndən nemətlərinə görə şükr etmək diləyirəm. Şükr etmək, Allah bəni qoymur şükr edəm. Sonra ibadətlərimizi ən gözəl şəkildə etməyi diləyirəm. Bu olur. Səndən doğru söyləyən bir dil və sağlıqlı və sənə təslim olan bir qəlb istəyirəm. Əslində, birinci nə idi? Səndən doğru söyləyən bir dil istəyirlər, diləyirlər, diləmək olar. Amma iradə azadlığı var. Allah da bütün nə buyurur Allah? Həmiz bir-birinizə deyirsə, Allah sənə hidayət versin, forsunanı deyirsin. Nə buyurur Allah? Quran hidayət. Quran hidayət. Hələli. Laləzar.